sizləri. Yəqin ki, baxın bu əraziləri tanıyırıq. Buralar Xırdalan şəhərinin tam mərkəzidir. Torpağın bir sotu 50.000 manat dəyərində olan. Baxın, həmən bu ərazidə bu yola 150 metr məsafədə kupçalı 4 otaq, hardasa yaşayış sahəsi 140-150 kvadrat olan 3 mərtəbə ev satılır. 5 otaqlı deyərdim. 5 otaq, 6 qarajlı, 3 mərtəbə ev. Mən sizə kənar ərazilərdə demirəm. Baxın, tam olaraq Xırdalan şəhərinin mərkəzidir. Ərazilərlə tanışalaq. Baxın, bu yolla bir daha qeyd etdiyim kimi 150 metr məsafədə. Hər deyəndə bu ərazidə ev satışda olmur. Bu ərazilərdə torpaq belə artıq tükənib. Torpaq belə satışda yoxdur. Gedək, evdən çəkilişə davam edək. Gəldik, çatdıq evə. Baxın, belə yerlərdə hər deyəndə ev satışa çıxmır. Mən sizə Xırdalanın hər hansısa bir kənar ərazisində demirəm. Tam olaraq mərkəzdə, şəhərin tam mərkəzində, icra hakimiyyətinə yaxın bir məsafədə 3 mərtəbə, 4 otaq ev. Hardasa evin yaşayış sahəsi 140-150 kvadrat metrdən ibarətdir. Çəkilişə ikinci mərtəbədə qonaq otağından başlamışam. Geniş bir qonaq otağı var. Həqiqətən də möhtəşəm bir evdir. Ara kəsmə monolit beton, qoşadaş. Gəlin qaraj hissəsi ilə, həyəti sonda tanış olaraq birinci, ikinci və üçüncü mərtəbəsi ilə tanış olaq. Baxın, əsas giriş qapısıdır. Əsas qapıdan evə daxil olduqda bizi bu formada dəhliz sahəsi qarşılayır. Ekranı sağa sola fırlayaq, ətraflı tanış olaq. İkinci mərtəbəyə qalxan pilləkənlərdir. Başlayaq. Burada qonaq otağıdır. Elə ilk başda bu otaqdan çəkilişə başladıq. Ətraflı çəkməyə ehtiyac yoxdur. Keçək digər sahələrlə tanış olaq. Burada evin mətbəx sahəsidir. Geniş bir mətbəx sahəsi var. Burada sanitar qovşağıdır. Evin yerləşdiyi yerdə qaz, su, işıq, bütün kommunallar fasiləsizdir. Mərkəzi kanalizasiya sisteminə qoşulub. Pilləkənin altında əlavə köməkçi boş sahələrdir. Gəldikdə artıq tanış olarıq. Hərəkət edək öndən. Üçüncü mərtəbə ilə tanış olaq. Keçək evin qaraj hissəsi ilə və birinci mərtəbədə bir otaq var. Ola tanış olaq. Videonu yekunlaşdıraq. Qiymət 127.000 manat. 127.000 manat. Burada evin eyvan sahəsidir, balkon sahəsidir. İkinci mərtəbənin dəhliz sahəsidir. Sağdan davam edək. Bir otaqdır. Burada digər otaq. Təmir, tikinti işləri bitib. Evdə yaşayış olmub, alıcı ilk yaşayan olacaq. Burada isə sanitar qovşaq 3-cü mərtəbədə yerləşən. Qiymət 127.000 manat. Halbuki bu ərazidə torpağın elə bir sotu 50.000 manatdır. Hələ o da tapılsaq. Keçək. Evin həyət yanı sahəsi ilə, köməkçi sahələrlə tanış olaq. Videonu yekunlaşdıraq. Xırdalan şəhərində yerləşir, icra hakimiyyətinə çox yaxın bir məsafədədir. Evin xarici görünüşü ilə hal-hazırda tanış oluruq. Burada əlavə həyətində sanitar qovşaqdır, qaraj hissəsidir, rahat 2 avtomobil daxil ola biləcək qaraj sahəsi var və əlavə burada isə bir ədəd yay mətbəxi kimi istifadə edə biləcəyiniz bir sahə. Qiymət 127.000 manat. 127.000 manat. Xırdalan şəhərinin tam mərkəzidir bura. Tam mərkəz. Sağ olun, salamat qalın.